Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Bu gözəl yaz axşamında bir daha xoş gördük sizi. Şairlərin qələminə sarıldığı bir zaman kəsiyində yenidən görüşünüzə gəlmişik. Bugün də bir-birinə maraqlı ədəbi mövzulardan bəhs edəcəyik. Ədəbi əsərdəki obrazlar, düşüncələr müəllifin azadlığıdır. Bəzən bu ölçü yerə-göyə sığmır. Bir tərəfdən baxanda da yazıb yaratmaq istəyi məhz kainatın mövcud olan dövrünü inkar edir. Bəzi yazıçılar yaradıcılıqda nəfəs alır, cəmiyyətin dərdini, daxili sarsıntılarını yazır. Bəli, cəmiyyət, məişət problemləri, qayğılar, sarsıntılar, vaxt azlığı, bütün bunlar yaradıcı insanı boğur, onu yorur. Bu halda onlar özlərini ruhsuz hiss edirlər. Bir müddət sonra isə qaranlıqda işaran ümid kimi baş qaldırıb, ayağa qalxıb davam edirlər. Bəs tarixin yaddaşında, tarixin ilməsində qalanlar, onlara sözünüz nədir? Elə isə söhbətimizə başlayaq. Ədəbi yaddaş. Ədəbi yaddaş rubrikasında Sinan Seyid anılacaq. Sinan Seyid haqqında danışmaq üçün studiyamıza İraq türkmən musiqisinin tədqiqatçısı, etnomusiqişünas Zeynəb Bağırı dəvət etmişik. Xoş gəlmisiniz Zeynəb xanım. Xoş gördük Aysiyə xanım. Salamlayırıq sizi həm öz adımızdan, həm də salam sevgilərini gətirdiyimiz İraq türkmanları adına. Çünki bugün biraz Füzulinin elinə, Xoratın yurduna səyahət eləyəcəyik axı. İstədim elə onların salamları ilə başlayaq. Çox gözəl. Zeynəb xanım, əvvəla ona deyək ki, bu mənim üçün çox əfsanəvi olan bir insan, sənətkar Sinan Seyid. Kim idi Sinan Seyid? Sinan Seyid elə bir şəxsiyyət idi ki, onun adının önünə bir çox kimliklər biz əlavə eləyə bilərik. O həm jurnalist alim idi, həm rəssam idi, həm musiqiçi idi, publisist idi, həmçinin tərcüməçi idi. Sözsüz ki, o böyük istedada malik bir insan idi və o istedadını müxtəlif sferalarda sınamağı xoşlayırdı. Doğulub böyümüşdü Kərkük şəhərində. Elə ilk təhsilini, orta təhsilini, ali təhsilini də Kərkükdə almışdı və onu xüsusilə qeyd edeyim ki, Kərkükdən məşhur olan Tərzibaşlar ailəsində, Ziyalı ailəsində dünyaya göz açmışdı. Sizə də məlumdur ki, ötən il onun soyundan, kökündən olan böyük folklorşünas alim Əta Tərzibaşının Azərbaycanda böyük 100 illik yubileyi qeyd olundu. Yəni o mühitdə doğulub boya başa çatmışdı, həyata gözlərini açmışdı və ilk olaraq o yiyələnir rəsm təhsilinə. Bir müddət başlayır burada pedaqoji fəaliyyətlə məşğul olmağa, rəsm müəllimi kimi. Daha sonra 1959-cu ildə İraq türkmanlarının tarixində əhəmiyyətli bir hadisə baş verir. Belə ki, Bağdad radiosunun türkmanca bölümü açılır. Bu, türkman dünyasının, türkman mədəniyyətinin, sənətinin ərəb dünyasına açılan böyük bir qapısı idi. Və çox yaxşı bilirsiniz ki, Sinan Seyid yaxşı diktor idi, yaxşı nitq qabiliyyəti var idi və elə həmin ildən də o başlayır bu Bağdad radiosunda türkmanca bölümündə fəaliyyətə. Daha sonra elə gətirir ki, tale 59-cu ildə o dövlət xətti ilə artıq Azərbaycana öz qədəmlərini qoyur və fəaliyyətinə burada davam eləyir. Bəli, elə Azərbaycan dövründən danışmışkən mən onu deyim ki, kitablarda oxudum ki, onun sevdiyi qızla evlənə bilmir və ölkəni tərk etmək istəyir və dövlət xətti ilə Azərbaycana gəlir. Azərbaycanda deməli jurnalistika fakültəsində oxuyur və eyni zamanda diktor olduğu üçün Azərbaycan radiosunda işləməyə başlayır. Bax bu dönəm haqqında, onun Azərbaycandakı dönəmi haqqında danışaq. Əvvəla mən şadam ki, biz elə Azərbaycan radiosunda onun 11 il fəaliyyət göstərdiyi radioda bugün onu anırıq. Düşünürəm ki, tarixi əhəmiyyətli insanlar və tarixdə öz izini, adını qoya bilmiş insanları ümumi müəyyən əlamətlər birləşdirir, amma bu istedad hər kəsdə fərqli şəkildə öz təzahürünü tapır. Bəli. Kimisi səsi ilə yadda qalır, kimisi siması ilə, şeirləri ilə, mahnıları ilə. Sinan Seyid də yəqin ki, elə böyük əksəriyyətin qəlbində öz səsi ilə ilk olaraq yadda qalmışdı. Kimisi üçün diktor kimi, kimisi üçün
musiqiçi kimi. Onun Azərbaycana gəlmə səbəbləri düz deyirsiniz, biraz şəxsi məsələlərlə də bağlı idi. Belə söyləntilər var ki, o öz sevdiyi xanımla ailə qura bilmir, küskün düşür və dövlət xətti ilə həm iş, həm də ki fəaliyyətini Azərbaycanda davam elətdirmək üçün gəlir Bakıya və Azərbaycan radiosunda fəaliyyətinə başlayır elə 59-cu ildən. Bilirsiniz, mən fikirləşirəm ki, bəlkə də Sinan Səid Azərbaycana gəldiyi dövrdə bu əhəmiyyətli və radikal qərarı qəbul edərkən bəlkə də o heç bilmirdi ki, o belə taleyüklü məsələləri öz çiyninə götürəcək. Çünki mən düşünürəm ki, bu cür insanlar belə mədəni, ədəbi əlaqələrin mərkəzində dayanan və bu əlaqələri, bu körpüləri bir-birinə bağlayan insanlar elə seçilmiş insanlardır. Sinan Səid də belə insanlardan biri idi. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində öz fəaliyyətini davam elətdirir. Böyük görkəmli ədibimiz akademik Həmid Araslı'nın rəhbərliyi ilə bəli. Daha sonra İraqda türk mətbuatı və ədəbi məsələlər başlığı altında o dissertasiya müdafiə edir və alimlik adı alır. Elə Azərbaycan torpaqlarında bu bilirsiniz, ədəbi əlaqələrin möhkəmlənməsi yönündə də çox əhəmiyyətli bir addım idi. Çünki Sinan Səid Azərbaycana müəyyən mənada elə türkman kimliyini tanıdan, sevdirən şəxsiyyətlərin ən öncüllərindəndir. Və o radioda fəaliyyət göstərdiyi dövrdə bir sıra türkman nümunələrini, sənət nümunələrini də təqdim eləyirdi. Həmçinin türkman əhalisi belə deyək, onun Azərbaycan radiosunda işləməyinə istinadən biraz daha sevgiləri artırdı Azərbaycana və beləliklə o iki ölkə arasındakı bu ədəbi əlaqələri yarada bildi. Amma bu əlaqələr əlbəttə ki, təkcə ədəbi zəmində davam eləmədi. Həmçinin də indi söhbətimizin irəliləyən dəqiqələrində biz musiqi əlaqələrinə də toxunacağıq. Yəni ki, o hər iki ölkənin taleyində müstəsna əhəmiyyətə malik bir insan idi. Bilirsiniz ki, ədəbi fəaliyyəti onun elə bu təhsil illərində də davam eləyir. Bir sıra jurnallara, Azərbaycan jurnalı, Ulduz jurnalı, onlara məqalələr yazır və həmçinin ən böyük müstəsnavi əhəmiyyəti onda idi ki, alim Qəzənfər Paşayev də bunu böyük hərflərlə vurğulayır ki, o ilk insan idi, ilk şəxsiyyət idi ki, Azərbaycan ədəbi nümunələrini ərəbcəyə təqdim eləyirdi və bu elə Azərbaycan ədəbiyyatının da ərəb dünyasına açılan bir qapısı idi. Tərcümə edirdi onların məsələlərini. Bəli, onun çox böyük tərcüməçilik fəaliyyəti olub. Hətta 11 il burada o fəaliyyətini bitirib artıq Kərkük qayıdandan sonra da bu fəaliyyəti davam elətdirir. Görünür ki, o Azərbaycan sevgisi onun qəlbində o 57 illik ömrü boyunca davam eləyib, onunla birlikdə yaşayıb. Dövrünün şairlərini, yazıçılarını ərəb dilinə tərcümə edirdi. Eyni zamanda Azərbaycanı tanıtırdı və hər tərəfli unikal bir şəxsiyyət idi. Hər tərəfli istedada malik idi. Biz bilirik ki, Azərbaycan xalqı onu Nərminə Məmmədova ilə oxuduğu o ifaya görə, o məşhur musiqi əsərinə görə sevir. Mən də bilirəm ki, siz ən çox musiqiçi tədqiqatçısınız və musiqini tədqiq etmisiniz və bu barədə də danışarsınız, onun musiqi fəaliyyəti barədə. Bilirsiniz, onun ümumilikdə fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir. Amma mən bəli bir etnomusiqişünas kimi tədqiqatımda əlbəttə onun daha çox musiqi ilə bağlı olan tərəfinə istinad etmişəm. Belə ki, Kərkük adını, Türkmen adını sevən, sayan və bu ada, bu mənəvi birliyə, bağlılığa hörmət edən elə bir şəxs yoxdur ki, Sinan Səidin Nərminə Məmmədovanın ifasında o evlərinin ögü yonca, hələ o birlərin adını çəkmirəm, elə tək bu mani qeyri-milli marşa çevrilmişdi artıq. Kalkmış dam boyunca boyu uzun beli ince ninne yavrum ninne esmer yavrum ninne boyu uzun beli ince ninne yavrum ninne esmer yavrum ninne. Bir neçə mahnı ifa etmişdi, amma bu yadda qalan, ən çox yadda qalan böyükdən kiçiyə. Hətta onun çox maraqlı bir tarixçəsi var. O radioda fəaliyyət göstərdiyi dövrlərdə bizim ədibimiz Nahid Hacızadə ilə birlikdə onlar dostluq eləyirlər, yoldaşlıq eləyirlər. O xatirələrində qeyd eləyir. Mən doktor Kürşadın məqaləsində bunu oxumuşam. Deyir ki, zümzümə eləyərdi evlərinin ögü yonca manisini. Axı türkmanlar mani deyir, qoy elə onların dili ilə çatdıraq. Zümzümə eləyəndə onların da bilirsiniz hər bir
birinin o avazında, səsində o yanğı, o ürək yatımlılıq var. Baxmayaraq ki, orada musiqiçi fəaliyyəti ilə məşğul deyildi, amma güman ki, onun da mənəviyyatından, daxilindən, istedadından irəli gəlirdi ki, o onu öz daxilində saxlaya bilmirdi. O zümzümə eləyəndə hətta ona təklif eləyirlər ki, gəl bunu səs yazma studiyasında yazaq və onu təqdim eləyək sevənlərə. Hətta biraz çəkinmişdi bu barədə ki, mən diktoram, kimsə bunu bir mənalı qarşılamaz bu. Hətta belə bir ifadə işlətmişdi ki, Kərkükdə Türkman elində elə oxuyanlar var bu mahnını ki, mən onlardan sonra oxumağı özümdə o cəsarəti tapa bilmərəm. Amma sonra necəsə olur, yəqin ki, bu istedad onun yaxasından qurtarmır və belə olur ki, onlar Nərminə xanımla bir yerdə evlərinin ögü yonca, altın üzük yeşil kaş, hər gün axşam olur dalla kimi bir sıra mahnıların səs yazmasını həyata keçirirlər. Bildiyimə görə türk müğənnisi İbrahim Tatlıses də onun bəli, ifa eləyib. Ümumiyyətlə görün o Azərbaycanda Nərminə Məmmədova ilə Sinan Səidin o ifasından sonra evlərinin ögü yonca neçə variantda işlənildi, dinlənildi, sevildi. Hətta ilk olaraq ona fərqli adlar təqdim olunub. Bəli. Bizim xanım ifaçılarından, görkəmli müğənnilərimizdən ki, bəs bunlarla bir yerdə duet, amma o gəlir elə məhz radioda müəyyən hansısa bir proqramın məşqi zamanı Nərminə xanımın ifasını eşidir. Necə onun ürəyinə yatırsa, deyir ki, mən artıq öz duet ortağımı tapmışam. Nərminə xanım da ilk olaraq belə çəkinir bu təklifi qəbul eləməyə ki, bəlkə mən onların avazı ilə, onların məxsusi ştrixləri ilə, boğazları ilə mən bəlkə təqdim eləyə bilmərəm. Amma görürsünüz necə uyğunlaşıb o Türkman təqdimatında onu çatdırır da evlərinin ögü yonca mahnısını. Və sonra beləliklə onlar bir neçə mahnını artıq səs yazmasını həyata keçirirlər. Onlar Qızıl Fondda hal-hazırda saxlanılır bildiyiniz kimi və bununla da artıq Azərbaycan xalqının qəlbində böyük bir sevgi formalaşdı Türkman əlinə qarşı. Yoldaş ola, düşək yola, ninne yavrum ninne, esmer yarım ninne, ninne ninne. Yoldaş ola, düşək yola, ninne yavrum ninne, esmer yarım ninne, ninne ninne. Sözsüz ki, bu mədəni ədəbi əlaqələrdən danışanda biz mütləq vurğulamalıyıq ki, bu ədəbi əlaqələr elə Qəzənfər Paşayevin böyük səyi ilə də baş tutub Azərbaycanda böyük bir nəsil 6 il Dəclə Fərat sahillərində kitabından sonra artıq Türkman kimliyini tanıdı, sevdi. Amma əgər musiqi tərəfdən yanaşsaq, mütləq bunu vurğulamalıyıq ki, Sinan Səidin bu məsələdə rolu çox böyükdür və danılmazdır. İcazə verirsə kiçik bir xatirəmi bölüşüm. Yaşımın o çağları idi ki, mən hələ düşünün əlifba belə bilmirdim. Sinan Səidin Nərminə Məmmədovanın ifasını radioda eşidəndə ona qulaq asırdım və məndə heç kimə verə bilmədiyim bir sual yaranırdı öz daxilimdə ki, hələ bilirsiniz o çağları idi ki, mən bu tarixi məsələləri, bu coğrafi məsələləri tam dərinliyi ilə dərk edə bilmirdim. Məndə belə bir sual yaranırdı ki, bəs necə olur? Ayrı coğrafiyadır, amma bu qədər bağlılıqdır, bu qədər musiqi yaxınlığıdır, poetik mətn yaxınlığıdır ki, biz aydın başa düşürük sözlərin və musiqisi bizə bu qədər yaxındır. Və sonra tədqiqatım zamanı mən bu sualı hələ indi də görürsünüz ki, alıram ki, bu bağlılıq hardan gəlir? Amma araşdıranda biz gördük ki, burada da Ulu Öndərin bir tarixi əhəmiyyətli bir ifadəsi yada düşür. O, Qardaşlıq dərgisinə verdiyi müsahibədə belə bir ifadə işlədi. Deyir, tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türkmanları bir bütövün ayrılmaz parçalarıdır. Mən də elə tədqiqatım zamanı ən axırıncı gəldiyim qənaət bu oldu ki, bu tarixi bağlılıq, mənəvi bağlılıq, tarixən bağlılıqdır. Bəli, və heç bir coğrafi, siyasi və digər təsirlər bu bağlılığı bizdən ala bilməyib. Həm də mən düşünürəm ki, indi siz danışdıqca bu qənaətə gəldim ki, bu sizə də bir işarə olub ki, gələcəkdə məhz bu mövzunun tədqiqatçısı olacaqsınız. Çox kiçik yaşlarından o musiqini sevmək doğrudan da insana işarələr verilir. Bu bir sizin də missiyanızdır. Və Sinan Səid gəldi, deməli 60-larda 59-cu ildən Azərbaycana və Azərbaycanın bir nəsil ziyalısı yetişirdi onda o dövrdə. Şairləri, yazıçıları, jurnalistlər yetişirdi və onlarla çox yaxın dost oldu. O qədər yaxın, iç-içə dostluğu oldu. Bu xatirələrdən bir çox Azərbaycan yazıçılarının,
jurnalistlərinin, Azərbaycan ədəbiyyatşünaslarının xatirələrində əksini tapır. Amma Sinan Səid dünyasını dəyişdikdən sonra nəsə o məlumatlar azalmağa başladı. Məsələn, Qəzənfər müəllimdən əlbəttə ki, sonra o daha çox araşdırıb, biz onu daha çox Qəzənfər Paşayev tədqiqatlarını oxumuşuq. Mən çox sevinirəm ki, gənclər, bax sizin kimi gənclər artıq bu işlə məşğul olurlar və Sinan Səidi bu gözəl, mən deyərdim ki, hər tərəfli olan sənətkarı, çox işıqlı bir insanı, çox gözəl daxili aləmi olub o insanın. Vətənə qayıtdıqdan sonra ədəbi fəaliyyətinə, jurnalistik fəaliyyətinə davam etməyinə baxmayaraq, Azərbaycanda olduğu dönəmdə onu Azərbaycanlı bir sənətçi kimi qəbul etdi Azərbaycan xalqı və indiyə qədər də bu davam etməkdədir. Hər dəfə də yenidir bu düşüncələr. Bax, dünyasını dəyişdi. Ondan sonra olan dönəm, bax, tədqiqat dönəmi, elə öz tədqiqatlarınızdan da danışa bilərsiniz. Buyurun. Bilirsiniz, çox əhəmiyyətli bir məsələyə toxundunuz. Mən belə zənn eləyirəm ki, Sinan Səid kimi belə çox şaxəli fəaliyyətə malik olan bir insan elə hər tərəfli akademik şəkildə araşdırılmalıdır. Biz əlbəttə ki, öz tədqiqatımızda musiqi tərəfini ələ almışıq və onun musiqi fəaliyyətini, bu mədəni birliyin güclənməsi zəminində atdığı addımları işıqlandırmışıq, amma ədəbi cəhətdən və jurnalistika fəaliyyəti var, onun çox böyük. Düzdür, Qəzənfər Paşayevi yaxşı vurğuladınız. O hər çıxışında demək olar ki, o ədəbi əlaqələrdən, mədəni əlaqələrdən danışanda məxsusilə Sinan Səidin fəaliyyətini və rolunu vurğulayır və ondan sonra da yetişən böyük nəsil ədəbiyyatşünaslar, folklorşünaslar bu işi davam elətdirir. Bildiyim qədərilə Azərbaycanda hələ ki Sinan Səidə onun jurnalistika fəaliyyətinə məxsus belə bir elmi iş hələ ki yazılmayıb, amma buna baxmayaraq biz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayevi vurğulaya bilərik ki, onun 525-ci qəzetdə Sinan Səid haqqında böyük bir və əsaslı bir məqaləsi var ki, onun bütün həyat və sənət fəaliyyətini hər tərəfli şəkildə qələmə almağı bacarıb. Bu kimi addımlar doğrudan da təqdirə layiqdir və mənə elə gəlir ki, bu davam eləməlidir. Çünki hələ mən düşünürəm ki, burada açılmayan, onun tərcüməçilik fəaliyyətində, həmçinin onun jurnalistika fəaliyyətində hələ açılmayan, işıq üzü görməyən və öz tədqiqatçısını gözləyən çox əhəmiyyətli məsələlər var. Sinan Səid haqqında fikirlərimi belə yekunlaşdıra bilərəm ki, Türkman dünyasının görkəmli və tanınmış qələm adamı Sinan Səidin ölümünün ardından bir neçə bənd şeir qələmə alıb. Deyir, nurla dolsun ruhun yerində cənnət, görməsin bu ədib məzarda zəhmət. Yağmuroğlu söylər ilahi rəhmət, kaybetmiş Kərküküm Hoca Sinanı. Buradan ruhu bir daha şad olsun deyirik. Amin. Təşəkkür edirəm. Qeyd edək ki, studiyamızda İraq Türkmen musiqisinin tədqiqatçısı, etnomusiqişünas Zeynəb Bağır idi. ...1970-ci ildə Bağdada dönən Sinan Səid, Bağdad Universitetinin Ədəbiyyat Fakültəsində müəllim işləyib. 1975-1986-cı illər arası fakültənin mətbuat şöbəsinə rəhbərlik edib. Sinan Səidin Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə edilməsində böyük xidmətləri olub. Süleyman Rəhimovun Ata və Oğullar hekayələr toplusunu, Vaqifin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin əsərlərini ərəb dilinə çevirib. Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək geniş ön sözlə ərəb ölkələri haqqında Azərbaycan nəğmələri kitabını çap etdirir. Sinan Səid çox yönlü bir sənətçi olub. Yazar, şair, rəssam, jurnalist, səs sənətkarı, bəstəkar və radio xəbər diktoru. Şair kimi də 1952-ci ildə mətbuatda çap etdirdiyi şeirləri ilə tanınıb. Afçı olardım, vurardım səni bəndən qaçınca. Şərab olsaydın içərdim səni, yürək doyunca, hep doyunca. Şərqilərdən gözəlsən, ceyranlardan da incə, şərablardan dadlısan, sən bir xəyalsan, bənsə bir atlı, qoşar ardınca, ömür boyunca. Evlərinin bugün açıq, fələk koymur, gözüm açım, vallahi açım. Bugün ədəbiyyatdaş rubrikamızda Sinan Səid anıldı. Ninne yarım ninne, esmer yarım ninne, ninne ninne. Seni alıp para kaçım. Ninne yavrum ninne, esmer yarım ninne, ninne ninne.
Bir şənbə söhbətlərinin də belə sonuna gəldik. Əziz dinləyicilərim, sağlıqla qalın. Verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva.